Baharın gəlişi ilə bir çoxları istirahətini təbiət qoynunda keçirməyə üstünlük verir. Pikniklər isə həm əyləncə, həm də ailə ilə vaxt keçirmək üçün gözəl fürsətdir. Amma diqqətsiz qidalanma zəhərlənməyə və ya digər sağlamlıq problemlərinə səbəb ola bilər. Bəs piknik zamanı insanlar hansı qidalara üstünlük verir? Börək. Uşaqlar fast food da götürmüşdü özləri ilə, pizza falan hazırlayan olmuşdu. Əsas anamın pişirdiyi ev yeməkləri və ya misal üçün sandviçlər və s. olub. Meyvə tərəvəz təbii ki də, abur-cubur, yəqin ki bir içkilər olar. Belə deyim də hazır yeməklərdən misal aparıq, çörək arası kimi falan belə şeylər. Ət məhsulları. Ət məhsullardır. Açıq hava şəraitində piknik edərkən müəyyən sadə qaydalar var ki, onlara diqqət etmək lazımdır. Qida Təhlükəsizliyi İnstitutunun sektor müdiri Aynur Heydərova deyir ki, yağlı yeməklərdən uzaq durmaq lazımdır. Bir mənalı olaraq ağır yeməklər, yağlı yeməklər, həddindən artıq qızardılmış və yağlı yeməklərin piknik zamanı istifadəsi tövsiyə olunmur. Daha çox mövsümi meyvələr və tərəvəzlərdən istifadə məsləhətdir. Xüsusilə də salatlardan istifadə etmək olar, amma bu zaman mayonezli deyil, zeytun yağında hazırlanmış salatlara üstünlük verilməsi tövsiyə olunur və eyni zamanda ev şəraitində hazırlanmış buterbrodlar, sendviçlər də bu cür qida məhsullarının istehlakı da məqsədə uyğun hesab olunur. Bundan başqa qazlı içkilərdən istifadə məsləhət deyil. Yaxşı olar ki, təbii çəkilmiş meyvə suyu istehlak olunsun. İsti havada qidaların tez xarab olmaması üçün isə onların sərin yerdə saxlanması əsas şərtlərdəndir. Piknik üçün nəzərdə tutulmuş bəzi soyuducu növlərindən istifadə etmək olar. Əgər piknikə ət, toyuq əti və ya mal əti götürülübsə və eyni zamanda yumurta və ya mayonezli salatlardan istifadə olunursa, saxlama temperaturu mütləq şəkildə nəzərə alınmalıdır. Bunun üçün piknik çantaları, İçərisində soyuducu sistem quraşdırılmış portativ soyuducular, piknik çantalarından istifadə oluna bilər. Soyuducudan çıxarıldıqdan sonra qısa müddət ərzində istehlak edilməsi məsləhətdir. Açıq temperatur şəraitində saxlanılması həmin qida məhsullarının xarab olmasına və qida zəhərləmələrini gətirib çıxara bilər. Unutmayaq ki, sağlam istirahət yalnız əyləncə ilə deyil, düzgün qidalanma ilə də mümkündür. Ruhiyyə Balakişiyeva, Suada Quliyeva.